Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu Rəsul Rza küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyində məlumat yayılıb. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülür. Yanğın nəticəsində ümumi sahəsi 50 kvadrat metr olan 2 otaqlı mənzilin mətbəxində dolab və soba yanıb. Yanğın söndürənlər tərəfindən mənzil sahibi 1939-cu il təvəllüdlü Əliyeva Ayla Ağahəsən qızının meyiti blokun girişində aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.